Bakıda bir qrup şəxs 1917-ci ildə Rusiyada baş verən Oktyabr inqilabının 108-ci il dönümünə qeyd edib. Yeni Sabah məlumat verir ki, həmin şəxslər daha sonra aksiyanın fotolarını sosial şəbəkədə yayıblar. Sosialist inqilabının xiffətini çəkənlərin harada toplandıqları məlum olmasa da, yayılan görüntülərdə sosial şəbəkədə mümkündür, cəmi 5 nəfər. Ancaq işin təhlükəli tərəfi başqadır. İnqilabı unutmayanlar nədənsə aksiyaya gələndə özləri ilə Azərbaycan bayrağı götürməyi yaddan çıxarıblar. Ona görə də onların əlində ancaq SSR və Azərbaycan SSR-nin bayraqları olub. Aksiyada həmin bayraqlar dalvalanıb. Aksiyada kimlərin çıxış etdiyi, nə danışdıqları da məlum deyil. Ancaq Azərbaycan bayrağı qaldırmağı özlərinə rəva görməyənlərin hansı fikirdə olduqlarını təxmin etmək çətin deyil. Azərbaycan Sosialist Hərəkatının sədri Ədalət Abdinov Yeni Sabaha açıqlamasında qeyd edib ki, Oktyabr inqilabının ildönümü dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da qeyd edilir. Noyabrın 7-də Böyük Oktyabr Sosialist inqilabının 108-ci ildönümü olub. Həmin əlamətdar hadisə dünyanın bir sıra ölkələrində, o cümlədən Çin, Şimali Koreya, Kuba, Laos və Vyetnamda, həmçinin keçmiş Sovet respublikaların əksəriyyətində qeyd edilmişdir. Həmin bu tarixi hadisə Azərbaycanda da xatırlanıb, ancaq tədbirin keçiriləcəyi barədə mənim məlumatım olmayıb və dəvət də olunmamışam. Azərbaycan Kommunist Partiyası qrupunda paylaşılan fotolar sosial şəbəkə istifadəçilərindən götürülüb. İcazə məsələsinə gəldikdə isə konstitusiya ilə insanların sərbəst toplaşma azadlığı var. Mən həmişə bildirmişəm ki, Sovet tarixi ilə bağlı bütün tədbirlərdə öncə müstəqil Azərbaycan Respublikasının bayrağı dalğalanmalıdır. Sovet Azərbaycanı ilə mütərəqqi tarixi hadisələr keçmişimizin dəyərli səhifələrini unutmamağa xidmət etməlidir.